Cruises.azın dəyərli dostları, müştəriləri həm liftlərin yanında məlumatlandırıcı panolar, həm də Voyager of the Seas gəmisində bu şəkil yolun ortasında deyək, belə məlumatlandırma var ki, hardasan, hansı istiqamətə getsən, nəyi görəcəksən. Voyager of the Seas gəmisi özü bir çox yeniliklərə 99-cu ildən ilklərə imza atan bir şirkət, bir gəmidir. Belə bir orta bir bölüm var gəmidə. Hal-hazırda günorta vaxtıda işıqlandırmanı eləməyiblər, amma işıqlandırma olduğunda əmin olun ki, çox gözəl görsənir. Ailənizlə, dostlarınızla xoş vaxt keçirə biləcəyiniz, uşaqlarınızla yeni məkanları rahat bir şəkildə kəşf edə biləcəyiniz gəmilərdən biridir. 99-cu il istehsalı olmağı çaşdırmasın sizi. Guest service dediyi reception'dır. Qarşıda. Shore excursionlar da şəhərlərdə olan ekskursiyaları təqdim edir. Kim istəsə buradan əldə edir, kimisi fərdi qaydada eləyir. Amma buradan almaq istəyənlər Shore excursion bölümündən yaxınlaşıb və yaxud bizə müraciət edib əvvəlcədən sifarişini verib hansı şəhər, ölkə üzrə, port üzrə ekskursiyaya çıxacaqsa onu əldə edə bilər. Reception bölümüdür. Bu şəkildə nəysə bir sualınız olanda səyahətiniz boyunca yaxınlaşa bilərsiniz. Bu da yenə orta bölümün bir fərqli tərəfdən görünüşü.